Məktəblərimizdə psixoloji pozuntular necə yaranır, hansı hallarda yaranır? İlk növbədə valideyn-müəllim münasibəti və məktəbin birbaşa tərbiyələndirmə sistemində problem olarsa, bu necə yaranır? Müəllimlər düzgün şəkildə seçilməyəndə, ayrı-seçkili olanda, ən çox da məktəblərdə uşaqlara qarşı bullying olduğu zaman. Bullying iki halda ola bilər. Bir, müəllimlər tərəfindən uşağa olunan bullying. İkinci növbədə sinif yoldaşları və yaxud məktəb şagirdləri tərəfindən uşaqlara olunan bir bullying. Qeyd edim ki, bullying hər yaşda mövcuddur və universitetlərdə, texnikumlarda, peşə məktəblərində və digər sahələrdə də bu özünü göstərir. Yəni bütün uşaqlara aid etmək olar, gənclərə aid etmək olar. Yəni bullying hər yaşa aiddir. Ən çox da valideynin evdə uşağa öyrədib məktəbə göndərməsi var ki, bu müəllimlərimizə aşırı ziyandır. Əgər biz bir mövzuda müəllimləri tənqid ediriksə ki, filan şeyləri etmək uşaqlara zərərdir, misal üçün ayrı seçkilikdir, hansısa təbəqəyə görə uşağa münasibət göstərmək və yaxud da yaxşı oxudun, pis oxudun, sən pis oxuyursan, arxada otur. Bu şeylərə görə əgər münasibət göstərirsə, bəzən valideynlər də olur. Mən özüm də valideynəm və bunu çox gözəl bilirəm. Valideynlər evdə çox uşaqlara öyrədir ki, mən niyə sənə öyrətməliyəm bu dərsi? Get, müəllimən öyrətsin. Nəyə görə səni məktəbə qoymuşuq? Amma müəllimənin borcu məktəbdə dərsi öyrədib uşağı evə göndərməkdir. Valideyn isə mütəmadi olaraq uşaqla evdə məşğul olmalıdır. Və yaxud da hansısa tərbiyəni uşağa verə bilmir valideyn. Deyir ki, sən o məktəbə nəyə gedirsən? Müxtəlif cümlələrdən istifadə edir. Sənə tərbiyə verən müəllim kimi dırnaqarası ifadələr. Yəqin ki, özünüz artıq mövzunu bildiniz.